Salam səhifəmin dəyərli izləyiciləri. Biz bugün şaquli yuxarı atılmış cismin hərəkətində test C variantının suallarına baxırıq. Deməli, birinci sualdan başlayırıq. Birinci sualda bizə deyir ki, sərbəst düşən, yəni yazırıq V0 bərabərdir 0-a. Cismin ilk 3 saniyədə T bərabərdir 3 saniyədə getdiyi yol və ikinci saniyədə getdiyi yoldan nə qədər çoxdur? Deməli, ilk 3 saniyədə getdiyi yol H bərabərdir. JT kvadratı bölünsün 2 ilə gedirik. J'miz 10, T'miz 3 kvadratı 9 bölünsün 2. Bu edəcək 45 metr. İkinci saniyədə getdiyi yol artıq SN düsturu ilə. Yəni, SN bərabərdir. J vurulsun 2n-1 bölünsün 2. Yəni, 10 vurulsun 2 vurulsun 2 çıxılsın 1 bölünsün 2. O dedir 15. Digər tərəfdən bunu əzbər də bilirik ki, 5, 15, 25 prinsipi ilə gedir. Bu da elə SN düsturundan alınır da. İkinci saniyədə 15 metrdir. 45 çıxılsın 15 bərabərdir 30 metr. A variantı. İkinci suala baxaq. İkinci sualda bizə deyir ki, 40 metr böl saniyə başlanğıc sürətlə 40 metr böl saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılmış cismin 6 saniyə ərzində getdiyi yol yer dəyişməsinin modulundan nə qədər çoxdur? Deməli, əvvəlcə gəlin T qalxmanı hesablayaq. T qalxma bərabərdir V0 bölünsün J'dən, yəni 40 bölünsün 10 bərabərdir 4-ə. Deməli, T qalxmamız 4-dür. Deməli, bu cisim 4 saniyə qalxıb, 4 saniyədə düşüb. Mənə deyir ki, 6 saniyədə. Baxın, 4 saniyə gəldi bura. Təzdən 6 saniyə, yəni 2 saniyəni biz tapmalıyıq. Baxın, burada V0 başlanğıc sürətdən atıldı. Burada son sürət oldu 0. Təzdən yerə gəlməlidir. Sanki ikinci bir hərəkət olur və burada da ikinci hərəkət sərbəst düşmə hərəkətidir. 6 saniyə ərzində getdiyi yolu tapmaq üçün o asandır. Onu H-max-la hesablayırıq. Yer dəyişməmiz isə baxın budur. S-imiz. Deməli yazırıq. H-max bərabərdir. Görək bu cisim maksimum hündürlüyə qalxıb da. Nə qədərdir maksimum hündürlüyü? V0 kvadratı bölünsün 2J'dən. V0-ımız deməli 40-dır. 1600 bölünsün 2 vurulsun 10. Bu edir 80 metr. Və bu 2 saniyədə sərbəst düşmə hərəkəti sanki icra eləmiş kimi. Yazıram H bərabərdir. JT kvadratı bölünsün 2. Çünki burada son sürət 0 olur və cisim hərəkətə başlayır. Yəni sanki başlanğıc sürəti 0, yəni sərbəst düşmə hərəkəti kimi hərəkətə başlayır. Burada yazıram 10 vurulsun. T'miz 2 saniyədir. 4 bölünsün 2. Bu dedir, deməli 20 metr. Onda bizim yəni cismin getdiyi yol 80 üstə gəlsin 20 bərabərdir 100 metr olacaq. Deməli getdiyi yol 100 metrdir. Bəs yer dəyişməsini necə tapacağıq? Yer dəyişməsini tapmaq üçün əslində 2 üsul var. Birinci üsulumuz nədir? Birinci üsul düstur üsulu ilə gedək. Deməli, burada gəlin biz hesablayaq görək cismin sürəti nə qədərdir? Yəni, burada elə bir 2 saniyə sonra cismin sanki son sürətini və buradan hərəkətə başlayanda artıq son sürəti, yəni onun başlanğıc sürəti kimi götürəcək də. Yəni, V bərabərdir JT-dən 10 vurulsun 2 saniyədə bu cisim 20 metr böl saniyə olub da sürəti. İndi H-mız da bərabərdir. V0T üstə gəl. JT kvadratı bölünsün 2-dən. Yerinə qoyuruq. V0-mız 40. T'miz deməli 2. Üstə gəl. J'miz 10. Deməli T'miz də 2. Deməli 4 bölünsün 2. Buradan bura olacaq nə? 80 üstə gəlinsin 20. Bir dəqiqə 80 üstə gəlsin 20 bərabərdir 100-ə. Deməli biz burada haradasa səhv etmədik ki, mən V-ni yerinə 20 qoymalıyım. Mən niyə 40 qoydum ki? V-ni yerinə 20 qoymalıydıq, özür istəyirəm. Bir dəqiqə. Çünki biz baxırıq, yuxarı atılmış cismi aşmaqsa hesablamışıq onsuz da. Baxın, burada sürəti tapdım ki, 20-dir. Buradan bura qədər olan məsafəni tapmaq üçün V0-in yerinə yazıram 20 vurulsun 2. Deməli, bu elədir 40, üstə gəlinsin 20, o dedir 60 metr. Deməli, H-mız oldu 60 metr. İndi ikinci həll üsulumuz bəs nədir? Dedim ki, 5, 15, sərbəst düşən cismin hərəkəti üçün 25, 35, bir dəqiqə, 35, 45 prinsipi ilə gedirəm. 45 lazım deyil, çünki 4 saniyə olduğuna görə, sadəcə bu hissə. Onda 25 ilə, deməli, 35-in cəmi, 25 ilə 35-in cəmi mənə nəyi verir? 60 metri verir də.
O zaman deməli yer dəyişməmiz olacaq 60 metr. İndi bizə deyir nə qədər çoxdur? L çıxılsın S bərabərdir. 100 çıxılsın 60, o dedir 40 metr. Yəni B variantı. Maraqlı suallardan biri. Daha sonra 3-cü suala baxaq. Görək 3-cü sualda bizə nə deyir? Gəlin baxaq 3-cü suala. 30 metr böl saniyə V0 bərabərdir. 30 metr bölünsün saniyə sürətlə şaqlı yuxarı atılmış cisim 4 saniyə ərzində getdiyi yol tapın. Baxın uşaqlar, burada da eyni qayda ilə 4 saniyə ərzində getdiyi yolu hesablamaq üçün biz T qalxmanı bilməliyik. Bu cisim, baxın, 30 metr böl saniyə sürətinə atılıbsa, onda bunun T qalxması V0 bölünsün J-dən 30 bölünsün 10, 3 saniyə. Demək, bu cisim maksimum hündürlüyə qalxanda 3 saniyə zaman sərf edir. Və növbəti 1 saniyədə bu cisim burada olur. Baxın burada. İndi getdiyi yolu tapmaq üçün mən əvvəlcə Hmax-ı tapacam, sonra bu H-ı tapacam. Və getdiyi yolu tapmaq üçün də Hmax ilə H-ı toplayacam. Yer dəyişməsi desəydi, onda buranı tapardıq. Baxın bu hissəni, bayaq dediyim kimi. Yer dəyişməsi desəydi, baxın bu hissəni tapacaqdıq. İndi Hmax-ın düsturun onsuz da bilirsiniz. Hmax bərabərdir. V0 kvadratı bölünsün 2J. V0'ımız 30 kvadratı 900 bölünsün 2 vurulsun 10. Deməli bu elədir 45 metr. Daha sonra orada 1 saniyə var. Çünki 4 saniyə deyir. Və H da bərabərdir. JT-nin kvadratı bölünsün 2-dən. Amma T-nin yerinə 1 qoyuruq. Çünki 3 saniyə qalxıb 1 saniyə 4 saniyə dediyinə görə 1-i də orada nəzərə alırıq. Vurulsun 1 bölünsün 2. Bu dedir 5 metr. İndi biz gedilən yol tapanda 45 ilə 5-i toplayıram. O dedir 50 metr. Yəni 3-də cavabım olacaq Y variantı. Baxaq 4-cü suala. 4-cü sualda da eyni tip suallardandır. Cisim yerdən 40 metr bölünsün saniyə sürətlə şaqlı yuxarı atılır. 7 saniyə ərzində cismin getdiyi yolu hesablayın. Baxın, biz əvvəlcə T qalxmanı hesablayaq. T qalxma bərabərdir. V0 bölünsün J-dən edir 40 bölünsün 10. Yəni 4. Deməli, bu cismin qalxma müddəti 4 saniyədir. Baxın, bizdə deyir 7 saniyə. Baxın, 4 saniyə qalxıb. 7 saniyə olması üçün də 3 saniyə düşür. Baxın, gedilən yol buradan Hmax, bir də H. İkisinin cəmini tapmalıyam da. Hmax üstə gəlsin H-ı. İndi Hmax-ı tapanda nə edirəm? V0 kvadratı bölünsün 2J-dən. V0'ımız deməli 1600 kvadratı 2 vurulsun 10. Bu etdi 80 metr. H-ı da tapanda nə edirəm? JT-nin kvadratı bölünsün 2. İndi 4 saniyəni tapdım yuxarı Hmax. İndi qaldı yerdə 3 saniyə. Onda yazıram 10 vurulsun 3-ün kvadratı 9 bölünsün 2. Bu dedir 45 metr. Onda elimiz bərabər olacaq 80 ilə 45-in cəminə. Yəni 125 metr. Cavabım olacaq C variantı. 4-də olacaq C variantı. Aha. 5-ci suala baxaq. 5-ci sualda deyir ki, şaquli istiqamətdə başlanğıc sürətlə yuxarı atılmış cisim 1-ci saniyədə 35 metr yer dəyişmə icra edərsə, maksimal qalxma müddətini hesablayın. Deməli, 1-ci saniyədə onda n bərabərdir 1. 1-ci saniyədə 35, yəni SN bizdə 35 metrdir. Gəlin biz baxın, burada V0'ı da tapıb qoya bilərik. Başqa bir həll üsulu da deyəcəm sizə. SN-in düsturundan bilirik ki, şaquli istiqamətdə yuxarı atılmış cisimdə V0 çıxılsın, J vurulsun, 2n minus 1 bölünsün 2 olacaq. Buradan SN-imiz 35 bərabərdir. V0 çıxılsın, J'miz 10, 2 vurulsun 1, çıxılsın 1 bölünsün 2. Deməli, 1 saniyədə 35 daxil. Onda buradan V0 bərabər olacaq 35, üstə gəlinsin. Bu eləyir 5, elədi 40. Deməli 40 ilə atılır. Niyə burada çıx yazdım? Çünki şaquli yuxarı atılmış cisim yavaşyan hərəkət icra edir ona görə. Onda Hmax-ın düsturu bərabər olacaq. V0 kvadratı bölünsün 2J. Yəni 40-ın kvadratı edir 1600 bölünsün 2 vurulsun 10. Bu eləyəcək 80 metr. Amma məndən soruşur qalxma müddətini. Yox, Hmax-ı da tapdıq. Onu da soruşa bilər sizdən. V0 bölünsün J, yəni 40 bölünsün 10. O dedir 4 saniyə. 5-də də cavabımız olacaq C variantı. Baxın uşaqlar, bunun digər həll üsulu, ikinci həll üsulu kimi deyirəm.
Əgər birinci saniyədə 35-dirsə, deməli baxın 35, 25, 10 azalacaq. 15 və 5. Çünki sərbəst düşən cisim axı 5, 15, 25, 35 prinsipi ilə gedir. Mənə də deyir, şaqılı yuxarı atılır və birinci saniyədə 35-dirsə, onda 4 saniyə düşüb də. Daha doğrusu 4 saniyə qalxacaq da. Çünki 5, 15, 5-dən də sonra 0 olur da. Son sürəti 0 olur axı. Dayanır, ondan sonra təzədən qayıdır geriyə. Deməli, qalxma müddətimiz oldu 4 saniyə. Yəni, ikinci həll üsulu kimi də belə də yaza bilərsiniz. Baxaq 6-cı suala. Yerdən şaqılı yuxarı atılmış cisim 3-cü və 7-ci saniyənin sonunda eyni yüksəklikdə olurlar. Deməli, uşaqlar, bunlar 3-cü və 7-ci saniyədə eyni yüksəklikdə olurlarsa, deməli, bunun qalxma müddəti, yəni ikisinin qalxma müddəti, daha doğrusu, şaqılı yuxarı atılmış 3 ilə 7 də eyni hündürlükdədirlərsə, onda qalxma müddətimiz 5-dir. Hardan bilirəm? T'nin T1 üstəgəl T2 bölünsün 2 düsturu var ki, 3 üstəgəl 7 bölünsün 2 bərabərdir 5 saniyədir. Və yaxud digər tərəfdən biz deməli, burada şəkil də çəkib, heç bu düsturu bilməsəz də, şəkil də çəkib, yəni ispat edə bilərsiniz ki, 3-cü və 7-ci, təxminən belə şəkil çəkirəm. 7-ci saniyə və 3-cü saniyədə bunların eyni hündürlükdə olmaları üçün bu 2 saniyə buradan gəlməlidir. Bu da 2 saniyə buradan qalxmalıdır. Onda burada bax 3 saniyə də burada olacaqlar da. Deməli 3 saniyədə burada 2 saniyə oldu 5 saniyə. Təzədən qalxır burada 3 saniyə olmalıdır. 3, 7 olması üçün də 3, 2, 2 burada. Yəni eyni hündürlükdə olmaq bu deməkdir. Yəni bunu əslində şəkillə də göstərə bilərik. Məndən soruşur ki, uçuş müddəti ərzində cismin getdiyi yol. Biz bilirik ki, cisim uçuş müddəti ərzində getdiyi yol, ümumiyyətlə T qalxması 5 saniyədirsə, uçuş müddəti 10 saniyədir. Uçuş müddəti ərzində getdiyi yol 2 h-maxa bərabərdir. O da bərabərdir, 2 vurulsun. H-maxın düsturu V0 kvadratı bölünsün 2J-dir. Onda V0 kvadratı bölünsün J-dir. Mən həmişə uşaqlara bunu əzbər şəkildə əslində vermirəm. Çıxarılışla yadlarında qalsın deyə. Deyirəm ki, yadda saxlayın ki, uçuş müddəti ərzində gedilən yol 2 h-maxa bərabərdir. Və salam. Ondan sonra oradan da düstur çıxır da. Və yaxud da h-maxın digər düsturu da vardır ki, J T qalxmanın kvadratı bölünsün 2. Bu da var da. Onda olur J T qalxmanın kvadratı. O da bərabərdir 10 vurulsun. T qalxmamız oldu 5, 25. O da etdi 250 metr. Yəni B variantı. Deməli 6-da oldu B variantı. Belə, bu da maraqlı sual tiplərindən biridir uşaqlar. Daha sonra yer səthindən şaquli istiqamətdə yuxarı atılmış cismin uçuş müddəti ərzində, baxın, eyni şeydir. Burada amma V0 veribdir. V0-ımız 40-dır. Uçuş müddəti ərzində gedilən yol deyəndə yadda saxlayırıq ki, L 2h-maxa bərabərdir. O da bizə verir V0 kvadratı bölünsün J düsturunu. Yəni 1600 bölünsün 10. Bu dedir 160 metr. Cavabımız olur Y variantı. Daha sonra baxaq, deməli, 8-ci suala. Şaquli istiqamətdə yuxarı atılmış cisim sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Və cismin getdiyi yolu hesablayın. Deməli, burada qrafikə baxanda biz görürük ki, cisim şaquli yuxarı atılıb və təzədən yerə qayıdıb da. Yəni, cismin getdiyi yolu tapmaq üçün VT qrafiklərində sahə ilə də gedə bilərsiniz. Bax, bu sahələri tapıb toplaya bilərsiniz. Sahəni tapıb toplamaq üçün biz buraları bilməliyik də. Bunun bilməsi üçün də biz nə etməliyik? V0 verilibsə bizə T qalxmanı bilməliyik də. T qalxmamız V0 bölünsün J-dir. V0-ımız 30-dursa, 30-u bölürəm 10-a, edir 3 saniyə. Deməli, T qalxmamız 3 saniyədir. Bura olur 3 saniyə. 3 saniyə, onda T uçuşumuz olur 6 saniyə. Onda biz gedilən yolu tapmaq üçün nə edirik? Sahə ilə gedirik. Yəni 2-də 1, 30 vurulsun 3. Bu nə edir? 15, 45 edir də. Bu 45. Onda o biri də 45 olacaq da. L2 bərabərdir, o da 45-dir. Onda L bərabərdir 90 olacaq. Deməli, bizim cavabımız 8-də olur B variantı. Digər həll üsulumuz nədir? Uçuş müddətində gedilən yol bayaq nə dedim? Dedim ki, 2h-maxa bərabərdir. O da bizə nəyi verir? V0 kvadratı bölünsün J-ni vermir. Buradan da gedə bilərsiniz. Yəni 900 bölünsün 10, bu da edir 90 metr. Mən bütün sualların 90 metr üzr istəyirəm, 90 yazmışdım. Mən bütün sualların 2 həll üsulu verirəm. Çünki yəni
iki həll üsulu ilə də yaza bilərik əslində. Yəni hansı sizə rahatsa onunla da işləyə bilərsiniz. 9. 4 saniyə ərzində cismin yola görə orta sürətini istəyir. Deməli biz orta sürəti yazanda yola görə orta sürət L bölünsün T yazırıq. Və yola görə orta sürətimizdə, yəni biz baxırıq ki, cisim şaqıl yuxarı atılıb, yolumuz 2h max-dır. Və yaxud da 2 JT qalxmanın kvadratı bölünsün 2. Bu deyilir nə? JT qalxmanın kvadratı. Bunu da gətirib burada yerinə qoyanda uşaqlar, baxın, JT qalxmanın kvadratı bölünsün T, o dedir JT qalxma. Görürsünüz? Maraqlı bir düstur çıxdı ortaya. Onda orta sürət bərabər olur. 10 vurulsun. T qalxmamız nədir? 2-dir də. O dedir 20 metr bölünsün saniyə. Deməli, bir dəqiqə biz hardasa səhv mi elədik? Bir də baxım, göz gəzdirim. 20. Hədə yola görə deyirsə, biz yolu tapmalıyıq. Və yaxud da V0 ilə də gedə bilərik. V0-ımız 10-dur. Bir dənə başqa bir üsulla da gedək. Əgər düz almışıqsa, düzdür cavab. Deməli, başqa bir həll üsulumuz, amma biz burada T-nin yerinə, burada T-ləri biz ixtisara apardıq, amma bizdə altdakı bu ümumi T-dir. Bir dəqiqə, bax, orada səhv eləmişik. Bir dəqiqə. Burada biz T-ləri ixtisar aparmırıq. Niyə? Çünki bu T qalxmadır, bu isə ümumi T-dir, yəni 4 saniyə. Baxın, 10 vurulsun T qalxmamız 2-dir, 4 bölünsün T-miz də ümumi 4-dür. Aha, əla. Deməli, cavabımız oldu 10. V orta bərabərdir 10-a. Gəlin başqa bir həll üsulu ilə də yoxlayaq. Baxın, elimiz 2h max-dırsa, ümumi elimiz 2h max-da, bizdə nədir? V0 kvadratı bölünsün J-dir. Bayaq düsturu çıxartdım. V0-ım nədir bəs? V0-ım J vurulsun T qalxmaya bərabərdir də. 10 vurulsun 2, o detdi 20. Bunu da yazanda yazıram. 400 bölünsün 10, o detdi 40. Deməli, elimiz 40-dır. Onda V orta bərabərdir ümumi gedilən yolun, yəni 40-ın ümumi zamana nisbəti, yəni 4-ə 10. Aha, indi düz oldu. Deməli, cavabımız oldu 10 metr bölünsün saniyə C variantı. Maraqlı suallardan biri. 10-cu suala baxaq. 10-cu sualda yenə yer səthindən müəyyən hündürlükdən şaquli istiqamətdə yuxarı atılmış. Baxın, burada bir şey var. Yer səthindən müəyyən hündürlükdən atılıb. Baxın, bura yer səthidir. Burada müəyyən bir hündürlükdür. Baxın, buradan atılır cisim. Demir yer səthindən atılır. Və bunun başlanğıc sürəti 30-dur. Deməli, buradan bura qədər gəldi, dayandı. Gəlin, baxaq görək. T qalxmamız nəyə bərabərdir? 30 bölünsün J, yəni 13. Deməli, cisim buradan bura qədər 3 saniyə zaman sərf edib. Cismin nə qədər deyil yol getmişdir. Baxın, indi buradan bura qədər, bax, buradan bura qədər ümumi gedilən yolu istəyir bizdən. Buradan bura qədər əgər 3 saniyəyə qalxıbsa, deməli 3 saniyədə düşəcək də. Onda burada 3 saniyə olacaq. Və burada fikir versəz, baxın, son sürətim proyeksiyamız mənfəlidir. Yəni, son sürətimiz 50-dir. Deməli, son sürətimiz 50-dirsə, onda burada, baxın, buradan bura qədər 2 saniyə gələcək də. Hardan bilirəm? Çünki V bərabərdir JT-dən, V-miz 50-dirsə, 50 bərabərdir 10 vur T, T-miz olacaq 5 saniyə. Deməli, bu cismin düşmə müddəti 5 saniyədir. Onda 3 saniyə buradırsa, onda aşağı hissə olacaq 2 saniyə. İndi gəlin, cisim nə qədər yol getmişdir hesablayaq. Deməli, buradan bura qədər 3 saniyədir və 30-la. Yine h maksımız V0 kvadratı bölünsün 2J'dən 30'un kvadratı 900 bölünsün 2 vurulsun 10. Bu elədir 45 metr. İndi biz düşdüyü hündürlüyü tapmalıyıq. Onda h da bərabərdir. JT'nin kvadratı bölünsün 2'dən 10 vurulsun. Tapdıq axı t'miz 5'dir. Getirib burada qoyuruq yerinə. 25 bölünsün 2. Bunlar ixtisar gedir. Bu da edir 125 metr. Onda elimiz bərabər olacaq. H max ilə h'ın cəminə. Yəni 45 üstə gəlsin 125. O da edəcək 170 metr. Yəni B variantı. Bu sualda çox maraqlı sualdır həqiqətən. 11-ci suala baxırıq. Deyir ki,
Şaquli istiqamətdə yuxarı atılmış cismin sürətinin modulunun zamandan asılılıq qrafiki verilmişdir. Ştrixlənmiş hissənin sahəsi 45 metr olarsa cismin uçuş müddəti. Baxın uşaqlar, bu ştrixlənmiş sahə bayaqlarım göstərdiyim sizə ki, bura T qalxmadı yuxarıdakı sualda. T qalxmanın sonunda mən ştrixlənmiş hissə sahə mənə nəyi verəcək? H-max-ı verəcək də. Çünki cisim getdi, dayandı. Getdiyi yol elə bir anlıq dayanır, təzədən geri qayıdır axı. Getdiyi yol elə H-max-a bərabərdir də. Elimiz elə H-max-a. Onda burada deyir ki, ştrixlənmiş sahə də VT bölünsün 2-də mənə sahəni verir. Yəni gedilən yolu versə, o da H-max-ı da. Onda bu mənə verir 45 metri. Məndən soruşur uçuş müddəti. H-max-ın uçuş müddəti ilə bağlı düsturu var. JT uçuşun kvadratı bölünsün 8. Bu düsturu bilmirsiniz, yaxşı. JT qalxmanın kvadrat bölünsün 2-dən qalxmanı tapıb uçuşu da tapa bilərsiniz. T uçuş müddəti bərabərdir 8 H-max bölünsün J. 8 vurulsun H-max'ımız oldu 45 bölünsün 10. Bu da nə eləyəcək? Deməli 160 16 4. Deməli cisim 4 saniyədə uçuş müddəti olacaq 4 saniyə. Deməli bir dəqiqə 8 dəfə 4-ün olsa, üzr istəyirəm, çox üzr istəyirəm. 8 360 eləyir uşaqlar, 160 nədir? 366 olacaq, 6. Deməli B variantı. Gəlirik 12-ci suala. Digər maraqlı suallarımızdan biri. Üstündə həll eləməyə çalışım, çünki şəkil var. Cisimdir 3 saniyə sonra A nöqtəsindəki sürəti, baxın burada A nöqtəsindəki sürəti 20 metr bölünsün saniyə olmuşdur. 3 saniyə sonra. Bizdən soruşur H hündürlüyünü tapın. Baxın, bu müəyyən bir başlanğıc sürətindən atılır da yuxarı. Şaquli yuxarı atılır və buradan bura qədər 3 saniyə deməli V0'ımız bilmirik. Baxın, V0'ı bilmirik, amma T-ni bilirik. T-miz 3 saniyədir. Və biz bir də nəyi bilirik? Son sürəti bilirik ki 20'dir. Gəlin V bərabərdir. V0 çıx. Şaquli yuxarı atılır axı. Yavaş yanacaq. JT-dən V0'ı tapaq. V üstə gəlinsin. JT bərabərdir V0'a. Onda V'miz 20'dir. 20 üstə gəl 10 vurulsun. T'miz nə oldu? 3 verib də. Bərabərdir V0'a. Onda buradan alıram ki V0'ın bərabər olacaq 50'yə. V0'ım 50'dirsə, indi H-ı da tapa bilərəm. H bərabərdir V0 kvadratı çıx V kvadratı bölünsün 2J'dən tapa bilərik. Deməli, V0'ımızı tapdıq. Nə tapdıq? 50 tapdıq. 2500 çıxılsın. V'miz 20'dir. 400 bölünsün 2 vurulsun 10. Buradan da alıram ki deməli 2100 bölünsün 2 vurulsun 10. 210 o dedir 105 metr. Yəni Y variantı. 12-ci sualımızın da cavabı oldu Y variantı. Baxaq 13-cü suala. 13-cü sualda buradan yazıram. Maraqlı suallardan biridir. Deyir ki 60 metr hündürlükdən 10 metr böl saniyə başlanğıc sürətlə şaquli aşağı atılmış cisim şaquli istiqamətdə yuxarıya doğru 20 metr bölsün başlanğıc sürətlə metr böl saniyə başlanğıc sürətlə atılmış cisimə yer səthindən hansı hündürlükdə toqquşar? Toqquşması üçün, bax toqquşar deyir. Bunlar eyni koordinatda olmalıdırlar. Yəni koordinatları bərabər olmalıdır. Gəlin Y1-ə baxaq. Baxın Y1 üçün yazıram. V0'ımız baxın mənfidir. Niyə Y oxu bax Y oxunu çəksəm? Y oxu yuxarıda V0 1 Y-imiz. V0 1 Y-imiz mənfidir. Çünki aşağı gedir. Və bizim əsas məsələ Y0'ımız. Bax ümumiyyətlə birinci gəlin təlinliyi yazaq. Təlinliyimiz Y-imiz bərabərdir. Hər ikisini tətbiq edəcəyik. Y0 üstə gəlsin. V0T üstə gəl. JT kvadratı bölünsün ki, mən sadəcə düsturu yazdım. İndi tətbiq gedir. Birinci üçün Y1 bərabərdir. Y0 birim 60 metrdən düşür də. Yəni Y0 birim olacaq 60 metr. Qoyuram yerinə. 60 V0'ımız görürsünüz Y-in əksinə. Çıx 10T. Çıx J'miz 10'dur. 2'yə bölündü. 5T'nin kvadratı. Niyə çıx yazdım? Çünki J də aşağıdır. Y-in əksinədir. İndi Y2'ni yazıram. Y2 baxın yer səthindən başlayır. Deməli Y02'miz yoxdur, 0'dır.
V0-ımız y ox istiqamətində, bunu yazıram 20t. J'miz əksinədir, çıx 5t'nin kvadratı. İndi yazıram y1 bərabərdir y2. Yəni 60 çıxılsın 10t, çıx 5t'nin kvadratı bərabərdir 20t çıxılsın 5t'nin kvadratı. Buradan da 5t'nin kvadratları getdi. Alıram ki, nə alıram? 30t bərabərdir 60-a. T də bərabərdir 2. Deməli, bu cisimlər 2 saniyə sonra toqquşacaqlar. Və bizdə hansı koordinatda olmağını bilmək istəyirsə, 2-ni istənilən tənlikdə yerinə qoya bilərik. Y1 bərabərdir 60 çıxılsın 10 vurulsun 2, çıxılsın 5 vurulsun 2'nin kvadratı 4. 60 çıxılsın 40, çıxılsın 20, o da deyir 20 metr. Yəni D variantı. Belə. Baxırıq 14-cü suala. Bayaqlarım belə bir düstur dedim. Bu sual ümumiyyətcə, bu sualı həll eləmək üçün T'nin belə bir düsturu var. T1 plus T2 bölünsün 2. Yəni, baxın 2 və 4-cü saniyədə eyni hündürlükdə olurlar. Əslində düsturu bilməsə şifaya da yaza bilərik. Amma burada belə bir düstur var ki, bu düsturdan getmək olar. İkinci, dördüncü saniyədə bunlar eyni hündürlükdə olmaları üçün, baxın, buradan 1 saniyə getməlidir, buradan da 1 saniyə getməlidir də. Çünki 2-dən sonra 1, 3, 3-dən sonra da 1 saniyə üstünə gəlin, 4 saniyə eləyir də. O zaman bunun qalxma müddəti 3 saniyə olacaq da. Onda düşmə müddəti də 3 saniyədir. Deməli, başlanğıc sürətini tapmaq üçün də nə edirəm? T qalxma bərabərdir V0 bölünsün J'dən. Başlanğıc sürət V0 bərabərdir T qalxma 3, 30 eləyəcək də. Cavabımız olacaq 14-də A variantı. Baxaq 15-ci suala. 15-ci sualda bizə nə deyir? Deməli, baxın, bizə deyir ki, havanın müqavimət qüvvəsi nəzərə alınır. Bax, aşağıda görürsünüz, oxuyun həmişə onu. 15-ci sualda havanın müqavimət qüvvəsi nəzərə alınır. Özdə şaqıl yuxarı atılır cisim. Gəlin bir-bir çəkməyə çalışaq. Baxın, şaqıl yuxarı atılır və müəyyən bir hardasa bu nöqtədə deyək. Hələ ki, bu nöqtədə istəyir məndən. Sonra gəldim, bax burada 2 nöqtəsində. Hardan bildim 2 nöqtəsi burada? Çünki burada T qalxmadı və son sürət 0-dır. Yəni burada son sürət 0-dır, konkret. Gəldim, indi təzdən, baxın, çəkirəm nəyi? 3-ü. 3-də də harda olacaq? Təbii ki, yer səthində. Hansı başlanğıc sürətini atıbsa, başlanğıc sürətində də yer səthində dəyir. Yox, üzr istəyirəm. Havanın müqavimət qüvvəsi nəzərə alınsa, bu hal mümkün deyil. Bu sözümü geri götürəm. Havanın müqavimət qüvvəsi nəzərə alınmayanda bu hal mümkündür. Bizdən onsuz da onu istəmir. Bizdən nə istəyir? Əvəzləyici qüvvələr arasında hansı münasibətdir? Doğrudur. İndi birinci halda buradır. Baxın, əvəzləyici qüvvə, havanın müqavimət qüvvəsi nəzərə alınırsa, burada ağırlıq qüvvəmiz aşağıdır, mg. Şaqıl yuxarı atılırsa, havanın müqavimət qüvvəsi bunu təsir edəcək aşağıya doğru. F müqavimət. Onda mən əvəzləyici qüvvə üçün yazıram. F2. Yəni birinci daha da F1 bərabərdir. F müqavimət qüvvəsi üstə gəlsin mg. Birinci üçün yazdım. İndi ikinci üçün buna təsir edir. Dayanır axı. Havanın müqavimət qüvvəsi təsir göstərmir. Onda əvəzləyici qüvvəm bərabər olacaq. İkinci nöqtə buradır. F2 bərabər olacaq yalnız mg-yə. 3-də də bu sanki yer səthində hələ dəyən andan söhbət gedir. Yəni bu sanki aşağıya doğru getmiş kimi təsəvvür edirik. mg onda havanın müqavimət qüvvəsi bunu yuxarı basmaq istəyir də. Onda F3 bərabər olacaq nəyə? Şaquli F3 bərabər olacaq. Baxın mg aşağı doğru getdiyinə görə çıxılsın F müqavimət. İndi hansının F3 ən kiçik olacaq? Təbii ki F1 ən böyük olacaq. F1 böyükdür F2, o da böyükdür F3-dən. Yəni cavabım olacaq C variantı. Belə. Bu da maraqlı suallardan biridir. Yəni havanın müqavimət qüvvəsi nəzərə alınanda nə baş verir? Baxaq 16-cı suala. Deyir ki, 16-cı sualda şaqılı yuxarı atılmış cisim 3-cü saniyənin sonunda sürəti, yəni V bərabərdir 20 metr bölünsün saniyədir. Onun maksimal qalxma hündürlüyünü metrə. Baxın, şaqılı yuxarı atılmış cisim 3-cü saniyənin sonunda sürəti 20-dir. Bizdə 3-cü saniyə V'miz 20-dirsə biz başlanğıc sürəti bilmirik axı. V bərabərdir, şaqılı yuxarı atılır. V0 çıx JT-dən. Biz əvvəlcə V0-ı tapmalıyıq. Yəni V plus JT bərabərdir 20 üstə gəlsin 10 vurulsun T'miz nədir? 3-cü saniyə 3-dür. Bu dedir 50. Deməli başlanğıc sürətim 50-dir. Onda H maksimum bərabər olacaq. V0 kvadratı bölünsün 2J'yə. V0'ım 50'dir. 2500 bölünsün 2 vurulsun 10. Bu da eləyəcək 125 metr. Cavabım olacaq 125 metr. Baxaq 17-ci suala. 17-ci sualda deyir ki, yer səthindən
V0 bərabərdir 12 metr bölünsün saniyə sürətlə şaquli yuxarı atılmış cismin uçuş müddəti ərzində getdiyi yol. Deməli, uçuş müddəti ərzində getdiyi yol elə 2h max-a bərabərdir. Uşaqlar, bayaqdan deyirəm. Yəni, L bərabərdir 2h max. Onda yazıram, 2 vurulsun. H maxımız nədir? V0 kvadrat bölünsün 2J'dir. Yəni, V0 kvadratı bölünsün 10. Daha doğrusu J. Hələ 10 yazmayaq. Gəlin, düsturu yazaq. Sonra J-ni yazarıq, yerinə qoyarıq. Bölünsün J. Deməli, 2'lər ixtisar gedir. Buradan 12'nin kvadratı nə edir? 144 bölünsün 10. O da edir 14 tam onda 4. Deməli, burada cavab olacaq 14 tam onda 4. Bu da qəşəng sualdır, əla sualdır. 18-ci suala baxırıq. Zaten bundan bayaqdan eləyirik. 50 metr bölünsün saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılır. İlk 8 saniyə ərzində yer dəyişməyə görə orta sürət. Deməli, yer dəyişməyə görə orta sürət deyirsə, onda biz yer dəyişməni zamana böləcəyik də. Yəni, biz əvvəlcə yer dəyişməni tapmalıyıq. Gəlin, görək cisim qalxma müddəti nəyə bərabərdir? V0 bölünsün J-dən, yəni 50 bölünsün 10-dan cismin qalxma müddəti 5-dir. Cisim deməli 5 saniyəyə qalxır, V0. 5 saniyə qalxır. Mənə deyir ki, uşaqlar 8 saniyə ərzində. Baxın, 5 saniyə qalxdı. Təzdən bu 3 saniyə gəlməlidir axı. Düşməlidir. Bizdən soruşur, baba, bu hündürlüyü. Baxın, buranı istəyir məndən. Bayaqdan bunu düsturla eləyirik. Gəlin, 5 saniyə düşməni biz, sərbəst düşən cismi biz 5 saniyə ərzində getdi yol 5, 15, 25, 35 və 45 prinsipi ilə gedə bilərik. 8 saniyə deyilsə, deməli 5 saniyə buradır, 3 saniyə də buradır. Onda yerdə neçə saniyə qalır? 2 saniyə qalır da. Deməli, onda yerdə 2 saniyə qalırsa, biz nə etməliyik? Baxın, 2 saniyə budur da. 2 saniyə ərzində getdi yol. Onda yazıram 35, üstə gəlinsin 45, o da etdi 80 metr. Onda bizim yer dəyişməyə görə orta sürətimiz, yer dəyişməni tapdıq ki, 80 metrdir. Yəni 80'i bölürəm 18 saniyədə axı ümumi zamanımız. Olur 10 metr bölünsün saniyə. Bunu düsturla da, yəni 5, 15, 25, 35, 45 prinsipinə yox, düsturla da gedə bilərsiniz. H bərabərdir V0T, üstəcə JT kvadratı bölünsün 2 ilə gedə bilərsiniz. Sadəcə burada sürəti tapmalısınız birinci, sonra. Bayaq elədiyim sualdan da əslində. Belə 18-ci sualda cavab oldu 10. İndi baxırıq 19-cu suala. 19-cu sualda deyir ki, 60 metr bölünsün saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılmış cismi ilk 10 saniyə ərzində yola görə orta sürət. Deməli, uşaqlar, biz artıq yolu tapıb sonra zamana böləcəyik, ümumi zamana. Əvvəlcə baxaq görək, bunun qalxma müddəti nəyə bərabərdir? V0 bölünsün J-dən 60 bölünsün 10, qalxma müddəti 6-dır. Aha, bizdən soruşur 10 saniyə ərzində. Baxın, deməli bu cisim 6 saniyəyə qalxıb, baxın, dayandı və neçə saniyə, demək 10 saniyə dediyinə görə yerdən elə 2 saniyədən sonra sanki yerə düşəcək də, belə deyim. Əvvəlcə onda H max'ı tapaq və sonra buradan bura qədər kiçik H tapaq. H max'ımız bərabər olacaq nəyə? V0 kvadratı bölünsün 2J'yə. Yəni V0'ımız nə idi? 3036, 3600 bölünsün 2 vurulsun 10. Bu edir 180 metr. Digər tərəfdən H-ı tapmaq üçün V0T üstə gəlir JT-nin kvadratı bölünsün ki, yuxarıdakı düsturu, yuxarıdakı halın indi biz düsturlu forması ilə gedəcəm. Buradan bura qədər olan məsafə əslində V0'ımız zaten burada son sürət 0 olur. Onda bu hədd gedir 0-a. Elə promo yazıram. H bərabərdir JT kvadratı bölünsün ki, 10 vurulsun. T-nin yerinə nə yazacağıq? 6 saniyə qalıb da 10 saniyə deyir axı ümumi. Onda burada 4 saniyə qalır da. Vur 4 kvadratı 16 bölünsün 2. Bu da edir 8. Bu da etdi 80 metr. Onda ümumi elimiz bərabər olacaq. H max üstə gəlsin kiçik yaşa. Yəni 180 üstə gəlsin 80. O da edir 260 metr. Və orta da bərabər olacaq elin. Yəni 260 metrin 10 saniyəyə. Yəni bu da eləyəcək 26 metr bölünsün saniyə. Çox maraqlı sual tipidir. Ümumiyyətlə bu sual tipindən çoxdur güvəndə. Baxaq 20-ci suala. Şaquli aşağı atılır. Deməli, birinci cisim şaquli aşağı atılır. Bizə deyir ki, müəyyən hündürlükdən şaquli aşağı atılır və VY-in T-dən astığı. Şaquli aşağı atılırsa, deməli, bunun müəyyən bir başlanğıc sürəti var da.
Və C'si aşağıdır, proyeksiyadır. Baxın, proyeksiyada diqqət edirsiniz. Y oxunun əksinədir. Onda bizim sanki düsturumuz baxın belə olacaq. VY bərabərdir. V0 mənfi V0 Y çıx JT. Yəni mənfi V0 çıx JT yeyinləşən hərəkətdə, amma mənfidən 1 olacaq C variantı. Baxaq ikincidir, şaqili yuxarı atılır. Yuxarı atılırsa deməli, baxın V0-ımız Y oxunun eyni istiqamətdədir. Onda yazıram VY bərabərdir. V0Y müsbət, amma çıx JT. Çünki demişik şaqili yuxarı atılan cisim yavaşlayan hərəkət edir. Bunu da düsturla isbat edirik. Çünki J'miz Y oxunun əksində onda çıx olacaq. Deməli yavaşlayan hərəkət, amma necə yavaşlayan? Yavaşlayır, amma indi burada bir şey var. Təzdən qalxdı, təzdən axı yerə getməlidir. Onda təzdən yeyinləşir. Onda müəyyən bir qiymətdən yavaşlayan, sonra yeyinləşən. Yəni D variantı. Y variantı olmaz. Çünki baxın, bu mənfi V0-dan başlayıb, amma bizdə V0Y-imiz mənfi deyil. Ona görə Y variantı olmaz. 3-ə baxırıq. 3-də nədir? 3-də isə deyir ki, sərbəst düşür. Sərbəst düşürsə, onda biz 3 üçün düsturu yazırıq. VY bərabərdir. Mənfi JT. Sərbəst düşür, axı V0 0-a bərabərdir. Onda mənfi JT-dirsə, onda aşağıya doğru gedəcək də B variantı. Deməli, CDB. Bu da belə. Baxaq 21-ci suala. Uyğunluğu müəyyən edin. Cisim yer səthindən 15 metr hündürlükdən, baxın, yer səthindən hardasa buradadır. Bura deyirəm 15 metr, özü deyir, biz demirik. 15 metr hündürlükdən 10 metr böl V0-ımız nədir? 10 metr bölünsün saniyədir də. Şaqili yuxarı atılır. Atıldı, dayandı. Son sürət oldu 0. Başlanğıc sürətini. Buradan Hmax hesablayaq. Hmax bərabər olacaq nəyə? V0 kvadratı bölünsün 2J'yə. O da bərabərdir. 100 bölünsün 2 vurulsun 10. Edəcək 5 metr. Deməli, buradan bura 5 metrə gələcək. Onda cisim yer səthindən T1 zaman anıdır. Baxın, T1 zaman anıdır ki, qalxma müddətidir. Yəni, bura qədər gəlməsi üçün T1 zaman anı keçir və cisim qalxıb təzdən aşağı doğru gələcək. T1 zaman anında 15 ilə 5-in cəmi edir 20 metr. Deməli, cisim yer səthindən 20 metr hündürlükdə olar. T1-də, tam T qalxma müddətində. Yəni, 1-ə gedəcək, 1-ə gedəcək. Deməli, A variantı. 1-ə getdi A variantı. İndi 2-yə baxırıq. 2-də hardadır? Bax, T2 zaman. T2 zaman budur. T2 zaman budur, mənfi 10-da olur. T2 zamanda cisim sanki, buranı silirəm. Atıldığı nöqtəyə qayıdıb da, baxın 10-dur sürəti. Sanki elə bir ki, bu buradadır. Atıldığı nöqtəyə qayıdıb və burada sürəti 10-dur. Niyə mənfidir? Çünki biz burada proyeksiyadır. Əslində burada proyeksiyanın zamanı nasıl deməliydi? Deməli, aşağı doğru gedir və yer səthindən nə qədər hündürlükdədir? 15 metr hündürlükdədir də. Onda 2-yə gedəcək B variantı. T3 zaman anında artıq 20 metrdə bu cisim yer səthində olacaq da. Çünki bayaq demədik ki, yerdən 20 metr hündürlükdədir. Artıq yerə dəyib də. Yerə dəyəndə də 20 metr hündürlükdə cisim yer səthində olacaq C variantı. Vəssalam. Bu da belə. Baxaq 22-ci suala. Uyğunluğu müəyyən edin. Yenə uyğunluq sualıdır. Yer səthindən şaqili yuxarı atılır. Yer səthindən şaqili yuxarı atılırsa, baxın, V-si müsbətdir. Şaqili yuxarı atılır, yavaşlayan hərəkət icra edir. Təzdən yer səthinə qaydanda yeyinləşən hərəkət icra edir. Yəni, yavaşlayan və yeyinləşən. C variantı, bax, yavaşlayır. Bir anlıq dayanır, yeyinləşir. 1-ə gedəcək C variantı. 2-yə baxırıq. 2-də deyir ki, müəyyən hündürlükdən sərbəst düşür. Sərbəst düşürsə yeyinləşən hərəkətdir və müəyyən hündürlükdən düşürsə, onda bizim Y-imiz var da, harca burada müəyyən bir qiymətdən başlayır. Onda Y0-ımız var. Yəni 2-yə gedəcək A variantı. Baxın, Y0 müəyyən bir qiymətdən başlayır və bu hərəkət yeyinləşən hərəkətdir uşaqlar. Sürüşdürmə metodunu tətbiq edəndə bunu aydın şəkildə görmək olur. Müəyyən hündürlükdən şaqili yuxarı atılır. Müəyyən hündürlükdən şaqili yuxarı atılırsa, yenə baxın, əvvəlcə yavaşlayan, sonra yeyinləşən hərəkət icra eləməlidir. Amma burada bunun fərqi odur ki, burada müəyyən bir Y0 başlanğıc qiyməti var, bax burada. Y0 qiymət var. Və məndə də deyir ki, müəyyən hündürlükdən yuxarı atılır. Yavaşlayır, sonra yeyinləşir. Yəni, sürüşdürmə metodunu tətbiq edəndə bu yeyinləşən hərəkəti aydın şəkildə görmək olur.
3-ə də gedəcək B variantı. Deməli 1-ə C, 2-yə A və 3-ə də B variantı uyğundur. Növbəti dərslərdə görüşənə qədər.